13-də. 14-cü testdən davam edək. 14-cü test günün 5-ci sinif testində də demək olar ki, bütün mövzuların içərisində qarşımıza çıxırdı. Təkrarən yenidən izah edirəm. Can modal feildir, özündən sonra heç vaxt to gəlməz. Ona görə C variantı, Y variantı getdi. Biz bu variantları silirik. Bir cümlədə but varsa, but amma ancaq deməkdir. Bir tərəf təsdiq, bir tərəf həmişə inkar mənalı olur. Sara rəqs edə bilir, amma onun bacısı bacarmır, yəni rəqs etməyi bacarmır. Ona görə 14-də cavab olacaq B variantı. 15-ci testdən davam edirəm. Sənin məktəbində stadion var. Bu da deyir ki, yox, yoxdur. Stadium. Article nə deməkdir? Bir stadiumdan söhbət gedirsə, deməli biz tək axtarmalıyıq. Ona görə B və D variantlarını silirəm, çünki orada ar yazılıb. Amma biz zeriz axtarmalıyıq. Sual cümlədə desə iz qabağa keçir. Ona görə C variantını silirəm. Çünki C variantında zeriz yazılıb, təsdiq cümlədir. Sualda nə deyirdik? İz qabağa keçir deyirdik. A və Y variantları arasında qalıram. Sonra deyir ki, yox, yoxdur. Əgər no deyirsə, there is not olan cavabı seçməliyik. Əgər yes desəydi, onda seçərdik A variantını. Deyirəm ki, başqa bir sadə bir dildən izah edirəm. Sual verirəm ki, sənin qələmin var. Deyirsən yes, I have ya da no, I have not. Yəni burada no deyirsə, biz seçməliyik there is not. Ona görə də 15-ci testdə düzgün cavab eləyir Y variantı. 16-ya baxıram. Vardır bir dənə supermarket. Restoranın solunda. Left sözü sol deməkdir. Solda, sağda, on the left, on the right olur. Yəni birinci sözünün oldu on. Restoranın solu dediyi üçün ın şəkilçi ismi yəlik halında öyrənmişdik ki ofdur. Ona görə də ikincisi olur of. There is a supermarket on the left of the restaurant. Restoranın solunda bir dənə supermarket var. 16-da düzgün cavab oldu A variantı. 17-ci testlərdən davam edirəm. What color is your new shirt? Sənin yeni köynəyin nə rəngdədir? Its color is red. Söhbət köynəkdən gedir. Köynək cansızdır. Deyirəm onun rəngi qırmızıdır. Onun rəngi. Onun nədir? Its. Bəzi uşaqlar D variantını yazıblar. It apostrof is, it is deməkdir. Əgər testdə color sözünü yazmasa, cavabı seçərdik. It is red. Amma color sözünü yazıbsa, biz its yazmalıyıq. Its color is red. Onun rəngi qırmızıdır. 18-ci testdən davam edirəm. How often do you go to cinema? Sən kinoteatra nə qədər tezlikdə gedirsən? Yəni neçə dəfə gedirsən? 1 today, bugün. Yox. 2 now, indi. Yox. 3 every Sunday, hər bazar gün. Bəli. 4 once a week, həftədə bir dəfə. Bəli. 5 never, heç vaxt. Bu da olar. 3 4 5 düzgün cavab 18-də olacaq C variantı. 19-dan davam edirəm. Does your brother get up? Sənin qardaşın qalxır. Bir yaza bilərik nə vaxt qalxır? Всё, elə nə vaxt sənin qardaşın qalxır? Yəni saat neçədə, nə vaxt? Nə vaxt sözü olacaq bir when, nə vaxt? Bir də olacaq what time. Yəni 19-da cavab olacaq C variantı. 20-yə baxıram. Yəlik deməli yəlik hal olan cümləni seçirik. Biz demişdik ki, apostrof s-dən sonra isim gəlməlidir. A variantında apostrof s-dən sonra got gəlib, deməli has gotdur. 1 yanlış. 2 apostrof s-dən sonra clothes, paltarlar sözü gəlib. Deməli bu yəlik haldır. Marionun paltarları onun qardırobunun içindədir. 3-ə baxıram. Wearing sözü geyinməkdir. Laura is wearing glasses. Laura aşkı geyinib partiyə. Yəni 3-də olan ismi yəlik halı deyil. Çünki dedik apostrof s-dən sonra isim gəlməlidir. 4-ə baxıram. Lauranın valideynləri kostyumlar geyiniblər partiyə. Bəli, Lauradan sonra valideynlər, yəni isim gəlib. Apostrof s-dən sonra isim gələn cavab olacaq. 2 və 4, yəni B variantı. 21-ci testdən davam edirəm. Julia filmləri sevir. Filmləri sevirsə, onun sevimli yeri haradır? Təbii ki, kinoteatr. 21-də cavab olacaq sinema A variantı. 14B, 15E, 16A, 17C, 18C, 19C, 20B, 21A.